Güney Azərbaycanda zaman-zaman belə etirazlar olur. Hardasa 5 ildən, 10 ildən bir belə etirazlar olur. İndi Urmiyada da bu etirazlar üçün ciddi əsas var. Deməli, orada yaşayan kürdlər üçün belə deyək də, miting keçirməyə, bayram keçirməyə şərait yaradırlar. Amma şəhərin və bölgənin əsas əhalisi olan Azərbaycan türklərinə müəyyən qadağalar tətbiq edir. Bu da haqlı olaraq Azərbaycanlılarda böyük etiraz yaradı və bu etiraz da küçələrə çıxdı və etirazlarını bildirdilər Urmiyada. Bundan əvvəl də dediyim kimi belə etirazlar zaman-zaman Təbrizdə də, digər Güney Azərbaycan şəhərlərində oldu. Müxtəlif məsələlər var və bütün bu müxtəlif məsələlər dediyim o problemlər əslində həll olunmur. Həll olunmadığına görə də hər dəfə belə etirazlar olur və insanlar öz etirazlarını küçədə nümayiş etdirir. Bax, fikir verin, İran hakimiyyəti səssizdir. Tehrandan, Qumdan səs çıxmır. Yəni düşünürlər ki, bir-iki gün etiraz davam edəcək, insanlar evlərinə çəkiləcək, yenə də adi həyata keçəcəklər, sosial problemlərin həlli ilə məşğul olacaqlar. Amma bu ehtimalların bir gün özünü doğrultmayacaq, bir gün evlərinə çəkilməyəcəklər, yəni davamlı mitinglər üzləşəcəklər və mitinglər bu gün Urmiyada davam edirsə, Təbrizə, Ərdəbilə də sıçrayacaq. Onda nə edəcək Tehran və Qum?